qorxduğum fizikaydı, amma fizikanda, yəni bilirəm elementar səhvlərdən sonra mənim səhvlərimdir, yəni diqqətsizlik və oradakı həyəcan fərqli idi biraz. O elementar səhvlər çıxmaqla ən azından yazdığım şeylərin əmin oldum ki, bilirəm. O bilmə hissi var idi gedəndə imtahana. O qədər çox sağ olun. İnan Allaha Lalə, necə əllərimə səsə yoxlayırdım. Afərin sənə. Həqiqətən də afərin, mükəmməlsən. Çox sağ ol. Sən ki mənim əziyyətimi itirmədin. Həqiqətən də halal olsun sənə. Nə qədər əziyyət çəkmişəmsə halal xoşun olsun sənə. Ana müəllimə bir dəqiqə ağlayıram. Çox heyecanlıyam. Çox sağ ol müəllimə. Mən şəxsən öz fizikamdan çox məmnunam. Çünki mən onsuz fizikada belə çox belə həvəsli, belə çox məsələn o birisi fənlərimi daha çox sevirəm də nisbət olaraq. Amma mən məsələn indi fikirləşəndə sizdən əvvəllər mən özümdən məsələn 60, 50 falan gözləyirdim. İndi inşallah maşallah 85 səs gəlib. Mən hesabladım. 85 gəlir. Mən 85 mənim üçün çox qane edicidir yəni. Təkrar təşəkkür edirəm. 9 ay boyunca bizi azlaşdırdınız. Heç vaxt dərsiz gecikdirmədiniz. Həmişə vaxtında qoşuldunuz. Həm motivasiya cəhətdən, həm təhsil cəhətdən sizə çox-çox təşəkkür edirəm. Belə bu qədər sizi çox-çox öpürəm. Sağ olun.